Rusiyada patentlə işləyən əcnəbilərin vətəndaşlıq alması ilə bağlı şərtlər açıqlanıbdır. Belə ki, Rusiyada uzun illər yaşayan və əmək fəaliyyətini patent əsasında həyata keçirən əcnəbi vətəndaşlar üçün vətəndaşlıq əldə etmə qaydaları ilə bağlı mühüm məqamlar bir daha diqqətə çatdırılıbdır. Miqrasiya sahəsi üzrə mütəxəssislər bildirirlər ki, bu kateqoriyadan olan şəxslər hər zaman vətəndaşlıq üçün ümumi qaydada müraciət etmək hüququna malik olmurlar. Mövcud qanunvericiliyə əsasən 18 yaşına çatmış və fəaliyyət qabiliyyəti olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Rusiya Federasiyasının vətəndaşlığına ümumi qaydada qəbul üçün müraciət edə bilərlər. Lakin bunun üçün bir sıra vacib şərtlərin yerinə yetirilməsi də tələb olunur. Əsas tələblərdən biri isə şəxsin Rusiya ərazisində fasiləsiz şəkildə ən azı 5 il yaşamasıdır. Bu müddət isə yalnız yaşayış icazəsi, yəni VNJ, vid na jительство aldıqdan sonra hesablanır və vətəndaşlıq üçün müraciət edilən günə qədər davam etməlidir. Qanunvericilikdə əcnəbilərin hüquqi statusu da dəqiq şəkildə müəyyən edilibdir. Belə ki, yalnız yaşayış icazəsi olan şəxslər daimi yaşayan hesab olunur. Müvəqqəti yaşayanlar isə müvəqqəti yaşamaq icazəsi olan şəxslərdir. Bu sənədlərin heç birinə malik olmayan əcnəbilər isə müvəqqəti qalan statusuna aid edilir. Mütəxəssislər də vurğulayır ki, yalnız əmək patenti ilə fəaliyyət göstərən şəxslər məhz müvəqqəti qalan kateqoriyasına daxildir. Bu isə o deməkdir ki, həmin şəxslər qanunvericiliyin tələb etdiyi daimi yaşama şərtini yerinə yetirməmiş sayılırlar. Nəticə etibarilə Rusiyada illərlə yaşamalarına baxmayaraq yalnız patent əsasında işləyən əcnəbi vətəndaşlar ümumi qaydada vətəndaşlıq üçün müraciət edə bilməzlər. Çünki əsas şərtlərdən biri, yəni yaşayış icazəsi əsasında 5 illik fasiləsiz yaşayış tələbi yerinə yetirilmir. Bu səbəbdən mütəxəssislər əcnəbi vətəndaşlara ilk növbədə müvəqqəti yaşamaq icazəsi, daha sonra isə yaşayış icazəsi almağı tövsiyə edirlər. Yalnız bu mərhələdən keçdikdən və qanunla müəyyən olunmuş müddəti tamamladıqdan sonra vətəndaşlıq üçün müraciət etmək mümkün olur. Eyni zamanda mütəxəssislər potensial müraciətçilərə RVP və VNJ əldə etmək üçün mövcud əsasları əvvəlcədən araşdırmağı və düzgün miqrasiya strategiyasını qurmağı da məsləhət görürlər.